Temiz, Arzu Hanım, hürmetli tədbir iştirakçıları, icazə verin öncə sizin hər birinizi Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının çox milli üzvləri adından salamlayıb və əlbəttə bu tədbirin adından göründüyü kimi və mənasından göründüyü kimi hər birimiz üçün ağır bir tədbirdir. Çünki bugün hər birimiz Arzu Hanım'ın yanında olmaq istədik. Arzu Hanım çox ağır günlər keçirib, ilk gündən son günə qədər. Niyə Arzu Hanım'ın yanındayıq? Çünki o tək övladı İlməddini tək böyüdüb və bir övladı tək böyütməyin nə olduğunu hər bir ana çox gözəl bilir. Vətən üçün isə əlbəttə ki, bir tək övladın canını qoyması elə vətənin müqəddəsliyi ilə sözünü deyir. O vətəni müqəddəs eləyən də məhz Elməddin kimi oğulların, Elməddin kimi tək övladların vətəni özündən çox istəməsi ilə müqəddəsləşir. Ona görə vətən bizə bu qədər əzizdir. Ona görə Qarabağ bizə bu qədər əzizdir. Və heç şübhəsiz ki, həqiqətən, bəlkə də ilk tədbirdir ki, mən bu qədər həyəcanlıyam. Arzu Hanım göz yaşlarını bir neçə gün bundan öncə bizim Yeni Azərbaycan Partiyası rayon təşkilatında olarkən gördüm. Hər zaman gözü yaşlıdır, amma hər zaman toxtaq analardandır. Hətta İsbət xanım, bilirsiniz, o çox özünü saxlaya bilmir. Bizdən ağlayanda mənim yanımda deyir ki, Arzu xanım, mən sizdən üzr istəyirəm. Biz sənin yanında ağlamamalıyıq. Çünki bunun ən azından bir övladı, ən azından nəvələri olan şəhidlər var. Amma Arzu xanım heç biri övladı yaxud nəvəsi olmayan tək övlad böyütmüş analardandır. Ona görə biz hər birimiz onun yanında olmalıyıq. Ona oğul olmalıyıq. Vətənə oğul olduğumuz kimi Arzu Anaya da oğul olmalıyıq. Əslində vətənə ana kəlməsini yazdıran bir analardır. Onlar o ana kəlməsini vətənin yanına yazdırıb onu müqəddəsləşdirirlər. Arzu xanım, mən sizə böyük səbir diləyirəm və dəyanətiniz qarşısında başlayıram. Həm də ona görə ki, siz digər şəhid analarımızla birlikdə oğlunuz vətən müharibəsindəki şəhidlikdən sonra Yeni Azərbaycan Partiyasına ilk üzv olan şəhid analarından birisiniz. Bu böyük bir dəyanətdir, böyük bir təmkindir və vətənə sədaqəti. Oğlunuz şəhid Elməddin kimi oğulların amallarına sədaqətin ən bariz nümunəsidir. Bu Respublikada ilkidir. Və mən bunu Yeni Azərbaycan Partiyası mərkəzi aparatına bildirəndə inanın, orada şöbə müdürləri nə qədər kövrəldilər ki, bir şəhid anası öz oğlunun amalı uğrunda necə möhkəm dayandığını məhz belə göstərə bilərdi. Müzəffər liderimizin ətrafında necə dayandığını məhz belə göstərə bilərdi və onun yenə də məhz Bərdə qadınları, Bərdə şəhid anaları elədir. Hər birimizin qarşısında baş əyirəm və o dəyanətinizi əlbəttə ki, biz sizin övladlarınız qisasını alan müzəffər liderimizə borçluyuq. Bu müzəffər lideri ki, bu gündə bu müharibəni diplomatiyada, hücum taktikasında öz qələbəsi ilə öz sözünü deyir. Hamımız onun ətrafında bir olmalıyıq, dəstək olmalıyıq və bundan sonra da müzəffər liderimizlə birgə olduğumuzu öz işimizlə sübut etməliyik. Bunun üçün mən həm də sizin hər birinizə uğurlar arzulayıram. Sağ olun.